Değiştireyim. Ha, bir de tətbiqlər üzərindən göstərəcəm sizlərə. Proqramlar üzərindən ki, harda bizim hansı tipdə düşür suallarımız. Çox qısa bir hissəmiz qalıbdı yekunlaşdırası. Bir dənə əsas məsələ videolara çoxlu baxın. Yəni baxırsınızmı müəllimlər videolara? Baxa bilirsinizmi? Yəqin ki, baxa bilirsiniz. Ekranı paylaş. Axşamınız xeyir. Baxırıq. Tamam oldu müəllimə. İnşallah yadınızda bir şeylər qalıbdı. İnşallah. Heç ümid Görək. edirəm inşallah müəllimə, inşallah ki yadda qalar. İndi müəllimə biz bir dənə mən vəsait açım, göz gəzdirim. Yoxsa yadımdan çıxır. Allah'ım axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Nuradə müəllimə, mən nə Buyur. qədər elədim. Mən o suallara girib həll eləyə bilmədim. Nə qədər elədim. Siz kodla girmədiniz sınava. Biz siz o proqramı tapa bilmədim. Mən Silbox proqramını mən tapa bilmədim. Nə qədər Baxın yazdım. müəllimə, nədir? Google'dan axtarırıq da. Baxın Google'a girirsiniz. Aha. Skills, bak buradaki kimi Skillsbox yazırsınız. Burada iki cür pəncərə görünür. Bak bu işarəyə fikir verin. Bu formada olan işarəsi olana daxil olacaqsınız siz. Daxil olup kodu, parolu yazırsınız. Yaxşı, qadası yaxşı. Formada yazırıq müəllimə. Sonra Bir dənə də mən deyim, zəhmət de olmasa. müəllimə, de. Mən girirəm, yəni girmək müəllimiyə deyim ki, biraz çətindir. Birindən 5-6 dəfə paptikadan sonra girmək olur. Mən girib işləyirəm, ancaq orada müəlliməm, bax bir 10 dənə, 15 dənə sual, qəşəng də suallar da o etap. Onlar belə seri svetdədir, boz rəngdə. Onları nə qədər eləyirəm, açılmır. Başqalarını işləyirəm, elə onlara da baxıram, ötürürəm. Onu nə etmək olar? O nə elə olur müəllimə? Onu girib işləyib sualı yandıranda olur. Elə, hə. Bəli, girib baxırlar. Hə, bax özü də etaplı suallarda qəşəng suallar. Sualı Belə bax. yazanda müəllimə orada ki sualı yandıranda səhv yazıb da, sualı yandıranda o formada gəlir. O formada görünür. Hə, olur. Hı. Hə. Oldu. Aha, ona görədir. Bəli, bəli. Öyle o sualları müəllimə YouTube'da ki videolara baxın. Orada onların Ardıcıram. Hə. Qulaq asıram ki, görüm gedişat nətəridir. Hə. Amma özümüz eləsəydik, nə qədər göz öyrənərdi, əl öyrənərdi, eybi yoxdur indi o. Bilirəm müəllimə, o elə olsa daha yaxşı olur və mən ona görə demişdim ki, onu sınavı işləyən zaman bir dənə yanlışlıq elədinizsə, keçin o birisinə. Yəni baxmayın da orada gözləməyin, keçin o birisi tərəfə, o birisi suala, o geri qayıdanda həmin sual o zaman yanmamış olur. Elə gəldi. Hə, yanmamış. Məndən öncə işləyib yəqin o. Yəqin kimsə işləyibdi də, onu demişdim ki, o formada işləməyin də. Nəysə, ən azından buradan baxdıqca yadınıza düşər. Bir də müəllimlər, bizə düşən suallardan daha çox, Zoom-la bağlı suallar düşür. Zoom-a biz keçdiyimiz zaman, baxın müəllimlər, bu Zoom-un üzərində müxtəlif biz hal-hazırda rekord getdiyi üçün bu formada görünür və biz şedule hissəsindən Zoom-da təyin etməksə, Zoom-da da düşür suallar ki, mitinq təyin edin deyə Zoom-da. Biz burada mitinqin adını daxil edirik. Yuxarıda hansı adda biz təyin edəcəyik dərsimizi. Ayın tarixi düşür. Misal üçün ayın 30-u olan belə bir sual var idi. Sahadı və bitmə tarixi, başlama tarixini yazırıq. Sonra burada seçirik ölkəni, təkrarlanan yaxud da ki, təkrarlanmayan hansı formadırsa onu seçirik. Adresi yazırıq, avtomatik ID kodunu göstərir bizə.
parolu göstərir bizə. Bu hissələr sualda düşmür. Sualda sadəcə bu hissəsi düşür ki, hansı tarixdə, hansı saatda başlayıb, hansı saatda yekunlaşan. Save-i bastığımız zaman bu artıq gəlib yaddaşa düşür. Bu hissədə indi görünəcəkdir o. Bir dəqiqə, məndə burada nə açıldı? Burada bizim niyə gəldi? Düşmədi burada. Bu hissədə hansı ay üzrə burada görünür. Bax, bizim təqvimlərimiz burada bu günü ayın hansı ayda, həftəlik, günlük, oktyabrın 30-u seçmişdik, yoxsa hansınsa seçmişdim, nəyi seçdik deyə. Buradan baxırıq, biz hansı mitinqlərimiz var, nə vaxt təyin olunubdur, saat neçəyə təyin olunubdur. Bunları biz burada görə bilirik. Təkrar bir də baxağın. Orada nəsə düşmədi o. Unutdum hansı tarixə yazdıq deyə. Yazaq, misal üçün 20-si 10-cu ay 20:00-da başlayıb 21:00-da bitir. Burada iştirakçıları daxil edə bilərik, kodla daxil edə bilərik və s. Bu qalan hissələri də olduğu kimi saxlayaq. Save. Axşamınız xeyir. Axşamınız xeyir müəllimə. İmtahan oldu mu həftə yoxsa yox? Hələ heç bir söz deməyiblər müəllimə bununla bağlı. Mən nəsə deyən kimi sizə məlumat verəcəm müəllimə, narahat olmayın. Burada nəsə schedule meeting keçirik. Nəsə qəbul eləmir. İki tərəfdən açıqdır deyə qəbul eləmir bu yandan. Bu formada mitinqlərimizi biz qəbul edə bilirik. Bundan düşür sual. Sonra burada hal-hazırda misal üçün Zoom aktiv qoymuşam. Zoom'un üzəri görürsüz də Zoom'u. Baxın, Zoom'dan sual düşəndə deyir ki, iştirakçılarla bağlı sual düşəndə. İştirakçı ilə bağlı sual düşürsə, certificate və adam işarəsini yadınızda saxlayın. Və biz burada iştirakçıları görürük. Bunun üstündə sadəcə burada özüm olduğum üçün digər iştirakçılar görünmür. Profilə baxaq, adını dəyişmək funksiyasıdır. Sonra, bax, burada var digər funksiyalar, onları səsi idarə edə bilmək və s. Burada iştirakçıları dəvət edə bilərik, maillə göndərə bilərik və s. Bunlar iştirakçıları dəvət etməkdir. Burada bizdə səsi bağlamaq, səsi açmaqdır. Sadəcə mən tək özüm olduğu üçün, digərləri olmadığı üçün görünmür. Burada imtahanda sizə necə düşür? Bax, burada 3 nöqtə görərsiniz siz o yerdə. Həmin 3 nöqtənin üzərindən basanda idarə etməni başqasına ver deyir. Make co-host sözü görərsiniz. Sadəcə burada yenə deyirəm, tək mən olduğum üçün göstərmir, aktiv elədiyim üçün. Make co-host sözü yazılacaqdır burada. Rename sözünü yadınızda saxlayın. Make co-host sözü yazılır. O sözün üzərindən basırsınız imtahanda. Sualın biri budur. Formada düşür. Sonra bir sual da var ki, chat bölməsindəki iştirakçılara mesaj göndər. Baxın, imtahanda chatı siz basırsınız. Chatı basan kimi, bax, mən bastım, burada bu pəncərə açıldı da, elə də mesaj göndərmə pəncərəsi. İmtahanda bu pəncərə açılmır. Aşağıda bir dənə belə ox görünəsi də aşağıda. Oxun üzərindən siz sürüşdürməlisiniz. Oxu sağa sola tutub, hal-hazırda görünmür məndə ox. Sağa sola tutub sürüşdürdüyünüz zaman bu pəncərə açılasıdır. Pəncərə açılanda mesaj bölməsinə oradan hansı sözü deyirsə yazırsınız və mesajı göndərirsiniz. Bax, burada bir sual budur. Zoom'la bağlı olan 2 sual var. Bir də ümumi mitinqi sonlandır deyirsə, end meetingdir. Buradan basacağıq, sonlandıracağıq görüşümüzü. Sonra görüşlə bağlı görüntünü aç, bağla, səsi aç, bağla suallarda görüntü və səs işarələrinin üzərindən basmaqla səsi açıb bağlaya bilərsiniz. Burada baxın bizdə o hissəyə aid. Bunlara aid də yox. Bunlara aid də buradan sual yoxdur. Bu belə. Sonra
Düşən suallarımızdan. Yadınızda qalan suallardan varmı? Sonra nədən düşmüşdü? Təqvimi demişəm sizə. Çatı demişəm. Təyinat komandalardan. Komandaları demişəm. Bir dənə də deyim. Ümumi komandalardır. Komandaların üzərində daxil oluruq. Burada baxın yeni kanal əlavə et. Kanal əlavə et sözü burada var. Add channel kanal əlavə edə bilirik burada. Bastığımız zaman kanalın adını yazırıq və yarat sözünü basacağıq. Sən də bu formada düşür. Sonra fayllarla bağlı olan hissəni demişəm. Komandaya proqramların əlavə edilməsi. Başqa düşən sual var idi müəllimə. Bir dənə yadıma salın. Sonra təhlükəsizlik. Aha. Elektron poçtla sinxron, asinxron ünsiyyəti demişik. Əməkdaşlıq aləti demişik. Komanda üzrü dedik. Təqvim və tapşırıqların idarə olunması. Tapşırıqlar bölməmiz qalıbdır. Tapşırıq əlavə etmək istəyiriksə, plus bölməsindən keçirik. Proqramlara keçirik. Biz planner proqramına keçəcəyik tapşırıqlarla işləmək üçün. Zivə ya saxla sözlü basmaqla proqramı əlavə edirik. Proqramı əlavə edəndə burada yeni plan yaradın aktivləşir. Əsas və ad yazaq. Misal üçün yazıram. Bir dəqiqə Azərbaycana qoyum. Ünsiyyət təlimi. Və burada biz yaratdıq. Biz yaradandan sonra müəllimlər, orada sizdə sadəcə olaraq bu pəncərəni görürsünüz imtahanda. Yəni qalan bayaqki gördüyümüz hissələrin heç birini görməyəcəksiniz. Burada bizə və bu hissədə də add task sözü görünür, tapşırıq sözü görünür. Yəni başqa sözlərə biz rast gəlmirik. Tapşırıq sözünü görərsiniz burada. Burada digər müəllimlərin yaratdığı tapşırıqlardır. Tapşırıq əlavə et deyir. Burada tapşırığın adını yazırıq. Hansı tapşırıq verirsə, nə yazam? İmtahan yazacağım. Tapşırığın adını yazırıq biz burada. Və kimə təyin et deyir. Təyin et imtahanda düşür. Təyin et. Tapşırığın adını deyir. Sonra filan kəsə təyin et. Bax, bu adam işarəsini basanda biz burada avtomatik olaraq orada kimin adını deyirsə, həmin şəxsin adı düşür ora. Və tapşırığı əlavə et sözünü basmaqla tapşırığı həmin şəxsə göndərmiş oluruq biz. Sonra tapşırıqlarda düşən hissədə deyir ki, tapşırığı sil. Tapşırıq üzərində biz harada görürük? Bax, diaqramlarla ümumiyyətlə tapşırıqlara baxmışdıq. Nə idi, hansı vəziyyətdədir, digər hissələr. Bax, ümumi tudu tapşırıqlar bölməsinə keçəndə tapşırığı sil deyir. Dəqiqə. Dəqiqə, mən də bunu aşağı edeyim. Və burada bircə dəqiqə. Tapşırığı sil deyir. Bax, aşağı hissədə gələcəksiniz, tapşırığı silərsiniz. Tapşırığı sil bölməsindən. Bax, bu bölmənin adını lövhəyə bax. Bax, bu sözü yadınızda saxlayırsınız. Bax, bu işarəni. Bax, sonra tapşırıqla bağlı düşən suallarda tapşırığın üstündən basanda bu yerdə düşür tapşırığı vəziyyəti haqqında prioritet bölməsi. Yəni, onu deyir, vacib elə, mühüm. Vacib elə. Azərbaycan dilində deyirəm ki, işarələr yadınızda qalsın deyəsirim. Deyir, tapşırığı vacib olaraq göstər. Orada mühüm sözünü və nida işarəsini yadınızda saxlayırsınız. Yəni, important. İngilis dilində important sözüdür. Bunun üzərindən basarsınız. Vacib eləyəcək biz tapşırığı bu formada. Sonra
Sualların birində deyir ki, yine eyni yerdədir bax. E, tamamlanmış kimi tamamlanmış kimi qeyd elədi. Cəsəgə mənimlə. Aha. Bizdə deyir ki, e, tapşırığın tamamlandı kimi qeyd edin. Bax, irəliləyiş bölməsində tamamlandı sözü var. Complete sözü ingilis dilində görünür. Və işarəni yadınızda saxlayın. Açırsınız bunu tamamlandı kimi yazacaqsınız. Yəni, baxın kimsə qoşulmaq mı istəyir? Aha. Sonra tamamlanmış tapşırıqlar. Gördünüz, geldi bura düşdü ki, tapşırıq tamamlanıbdı deyə. İşarə olaraq bizə bildiriş gəldi. Sonra bizə tapşırıqla bağlı düşən suallardan digəri. Tapşırığın başlama və bitmə vaxtını deyir, təyin edin. Başlama vaxtı hansı tarixi deyirsə onu seçirsiniz. Bitmə tarixi hansını deyirsə onu seçirsiniz. Və burada aşağıda yadda saxla, təyin et sözü olur. Ona uyğun cavab verirsiniz, yazırsınız. Sonra düşen suallardan biri var. Tapşırığı baxın. Bir dəqiqə haradan bağlı idi o sual. Bir dəqiqə tapım deyirəm mənimlə sizə onu. Tapşırığı görürsünüz, bu yana keçdiyimiz zaman gördük hansı vəziyyətindədir deyə tapşırığın. Sonra burada da var. Baxın, bu işarənin altında da yazılır. O başlama tarixi, prioritetlik dərəcəsi, gedişatı, vəziyyəti, etiket, səbət, tudu, təyin olunmuşlar. Bir dəqiqə, bir dənə də bir şey var idi burada. Buna oxşar bir pəncərə idi. Tam dəqiq yadımdan da qalmır. Burada yuxarı hissədə schedule sözü yazılırdı. Təyin et. Bax, sadəcə biz imtahanda o sözü basmalıydıq. Burada bir dəqiqə. Tapşırıq əlavə etsək. Belə yazsaq tapşırığı əlavə etsək. Təyin olunmuş formada görünəcək. Bunlar göründü. Tapşırığı köşe, tapşırığın yerini değiş. Bu yok. Bundan değildi sual. Fərqli bir sualıydı. Tam yadıma sala bilməm. Bir o yadımda qalıbdı ki, məndə. Yuxarı hissədə tapşırıqla bağlı. Sonra burada schedule sözü var idi. Baxın, bu lövhə görünürdü. Baxın, bu lövhələr görünürdü bunun kimi. Bax, planlaşdır. Burada bu lövhələrin adının görünüşünü orada biz tamam fərqli formada görürdük. Ki orada hansı formada görünsün deyə bu lövhələrin adı. Ona uyğun şəkildə də işarəsi gəlirdi onun. O formada görürdük bir dəqiqə. Kanalda bir bunu göster. Bak, bunlar var. Bu planlaşdırma, bu işarə. Bu işarələr orada fərqli kimi görünür və işarənin adları yazılırdı altında. Bu schedule təyin et, planlaşdırdı. Bax. Bir dənə bu işarəni basmaq lazım idi orada. Belə bir sual da var idi.
Bu bizim tapşırıqlarla bağlı düşən suallarımız. Bir dənə baxaq daha. Timisi demişəm hamısını. Təqvim və tapşırıqlar getdi. Webinarı dedik. Zoom'dan düşən sualları dedim. Birgə iş. Aha, saxlama, planlaşdırma, idealların yaradılması. Aha, keçək. Ay, birgə birgə işləmək üçün bizim istifadə elədiyimiz proqramlardan baxım kimlə yaratılıb. Planlaşdırma, bu planirovşik planlaşdırmadır. Bu bayaqki plan yaradılması. Sonra bizim digər proqramımızdan Engage proqramıdır ki, bundan da düşürdü sual. Heç haqqında istəmirəm axı. Dəqiqə məndə. Gəlir. Şöyle mənə işimi görməyə qoymur. Bax, buradan biz hansı formada təyin edəcəksə onu yazaq. Baxın, bu bizim istifadə elədiyimiz proqramımızdır. Və biz burada sual-cavab funksiyasından istifadə edə bilərik. Yeni komanda yarada bilərik. Yeni komandaya qoşula bilərik. Join-dən qoşula bilərik. Biz burada bunlardan yaxud da ki, biz plusdan da keçib burada da həmin proqramımızı aça bilərik. Fərqi yoxdur. Hansı hissədə də biz proqramımızı açsaq, orada bizim Google ünsiyyətə keçək biz. Və burada bizə deyirsə ki, yeni komanda yaradın. Komandalarımıza baxırıq. Baxın, favorisi bu bölmələrdir. Proqramı biz böyük səhifədə açdıq və burada bakın create new yenisini yarat deyir. Biz hansı formada yaratmaq istəyiriksə adını veririk yaradacağımız. Bax, bu sual düşür. Bu create new yeni versiyada burada yazılıb, amma sizdə şəkildəki kimi düşür. Komandanın adı, açıqlaması, daxil olunan şəxsləri, kimləri daxil etmək istəyirsə onları yazırıq və ən sonda açıq olacaq, hansı formada olacaq? Biz daxil edirik formalarını. Adı nə yazaq? İmtahanımız var deyə imtahan yazıram. Hamısına mən. Baxın, create sözünü basmaqla biz yeni bir komandamızı yaratmış oluruq. O komanda yaratmaq. Sonra buradaki conversation hissəsinə gələndə bu suallardan biri buradaydı ki, kimlənsə deyir, söhbətə başla, onun söhbətini paylaş. Burada söhbətdə olanlardan baxaq. Görürsünüz, şey işarəsi var, deyilmi? Deyilmi? Bu söhbəti paylaş deyir. Söhbəti linkini paylaş, story, comment kimi paylaş və s. Paylaşanda kimdən paylaşmaq istəyir, necə paylaşmaq istəyir və share sözünü basıb paylaşırıq. İmtahanda da bu hissə düşür. Sadəcə biraz şəkil fərqlidir. Əgər ona geri cavab vermək istəyiriksə, burada like var və onu paylaş, private. Sizə bu formalardan istifadə edirik. Burada bu hal-hazırda yeni formada onu görmürük. Yəni biz şəkildə görəcəyik.
əksinə işarə olur, ondan istifadə edir. Sonra düşən suallardan faylları faylı yüklədir orada. Baxın, imtahanda bu sağda yüklə işarəsi olur. Bizdə hal-hazırda burada dəyişikliklər vardı ya, bəzi şeylərin imtahanda biraz fərqli düşür. Çünki yeniləmələr gedibdi sistemin içərisində. Ona görə bu proqramla imtahanda düşən suallarda bir balaca fərqlilik var, olur. Bu formada və aşağıda bax bu yerdə görünür ki, faylı yüklə. Faylı yüklə sözünün üzərində siz bax onu açanda bu hissədə olur. Yuxarıya doğru oxşarəsin. Onu basırsınız, onu basanda belə bir pəncərə açılır bizə. O pəncərənin içərisində sənədləri yükləyirik. Düşən suallar budur. Bir də düşən suallarımızın içərisindən bizdə Miro proqramından düşür suallar. Miro'da bir o qədər dəyişiklik yoxdur. Amma o birisilərdə var dəyişiklik. Burada da çıxıb, həmişə təkrar girməlidir. Miro'nun problemi də budur. Yəni, baxın, burada nə verir bizə. Satışları idarə panelinə keçin. Məsələ həlli yolları, resurs qiymətləndirmə. Dəqiqələrimdə təkrar belə keçideyim. Bunun bizdən fəaliyyətlərim getdi bizə, mənə haram verdi bu. Bunun biraz uzun uzadı keçid hissələri var. Sizə zaten imtahanda bu formada düşmür. Mən hansı bir boş blank seçim, onun üzərindən keçək. Baxın elə, düşən sual hardan düşür bizə? Miro'la bağlı düşən suallarımız. Burada plusdan keçib aşağılardadır. Bir dənə bu işarəni mən aktivləşdirəcəm. Siz də onu rahat görə biləsiniz. Düşür ki, proqramını kompüterin yaddaşından istifadə edərək sənədin adı verilir və yüklədir. Buradan keçirik. Bu işarəni yadınızda saxlayırsınız. My device. Buradan keçməklə hansısa bir, nəsə bunu qoyum, şəkli gətirib bura proqramın içərisinə yerləşdiririk. Bu şəklin üzərində müxtəlif əməliyyatlar da apara bilərsiniz. Bu şəkli yerləşdirmək hissəsidir. Bir dənə bu sual düşür Miro'dan. Sonra Miro'dan düşür paylaş işarəsi. Şeyə yadda saxlayan ad verib kimlə paylaşmaq istəyirik. Bax, sizdə o hissə açılmır. Bir dənə bu hissə açılacaqdır. Paylaşacağımız şəxsin kodunu istəyir və burada siz onu yaza bilərsiniz. Və bu hissə aktivləşir. Bəzisində var ki, paylaş deyir, bəzisində də var deyir sualda. Redaktör rejimindən siz onu çevirin digər rejimə. Yəni, ancaq görünüş rejiminə.
Çevirirsiniz. Send invitation. Bu sözü basacaqsınız ki, həmin his artıq göndərmiş olasınız deyə. Sonra bir düşən sual bu. Miro haqqında sadəcə və sadəcə bu iki dənə sual düşür. Bu hissələrə diqqət yetiririk. Başqa baxaq görək. Əldən çıxan şey oldu mu? Təqvimləri demişik. Webinarlar dedik, görüş dedik. İdeyaların yaradılması Miro'dur. Təhlükəsizlik və bunlar demişik. Əsas buradan düşür. Webinar getdi, görüşlər getdi, söhbət dedik keçən dəfə, tapşırıq indi dedik. Təqvim bunları demişik. Komandaları demişik. Yəni əməkdaşlıq platforması Teams demişik. Sizlərlə bunların hamısını artıq dedik, yekunlaşdırdıq. Hardan düşür, necə düşür suallar deyə. Əsas məsələ qaldı sizlərin biraz bunların üzərində videolara təkrar baxıb məşq etməyiniz və ən əsas məsələ, baxın, PDF-i gözdən keçirtməyinizdir. PDF-də hara düşürsə, o hissəni gözdən keçirtmə. Bu hissə düşür, bir də təkrar deyirəm, bax, sinxron, asinxron haqqında suallar düşür. Yəni, hansı ünsiyyət sinxrondur, hansı asinxrondur. Sadəcə mənasını bilsəniz tapa bilərsiniz o sualları. Sonra, baxın, bunlar düşür. Təqvimlərin və tapşırıqların idarə olunması, ünsiyyət qurma, əlaqələndirmə, ideyaların müzakirəsi, əməkdaşlığın məzmunu, əməkdaşlıq nədir? Yəni, əməkdaşlıqla bağlı suallarda. Sonra əməkdaşlıq proqramları hansılarıdır? Düşən suallar Zoom-dan düşür, Teams-lə bağlı düşür, Google Meet yazılır, Google Workshop yazılır o yerdə. Miro'dan var, Yammer'dən var sual. Sonra, baxın, bu əməkdaşlıq alətlər platformasının xüsusiyyətləri nədir? Təqvim, ünsiyyət, ideya yaradılması, tapşırıq, məhsuldarlıq. Budur. Baxın, bu Slack-ın adı düşmür imtahanda, ikisinin adı düşür. Sonra, əməkdaşlıq alətlərini platformasının, vahid ünsiyyət və əməkdaşlıq, işin bir mərkəzə idarə edilməsi, tətbiqlərin inteqrasiyası. Buradan düşür sual. Baxın, müəllimlər, bu hissələri oxuyun. Və açıqlama, əməkdaşlıq alət platform kommunikasiya həlləri və komanda işi üçün əməkdaşlıq alətləri vahid platforma bir araya gətirir. Bu hissələri oxuyun. Bu suallar bunun içərisindən gəlir, bunların içərisindən. Və buna uyğun soruşurlar bizdən. Platformanı dedik, Teams haqqıdır. Baxın, bildiriş, chat, bu bölmələri yadımızda saxlayaq. Help bölməsi, həmişə düşən sualları yadda saxlayırıq. Yardım hissəsi. Sonra bu pəncərələri yoxdur suallarda. Verilmiş informasiyanın yadda saxlanılması. Profildən keçib save it. Yadda saxlanılmış informasiya. Buradan baxırıq. Komanda yarat. Burada. Bir dəqiqə. İştirakçı əlavə et. Komanda iştirakçı əlavə et. Budur. Komanda kanal əlavə et. Add channel. Bu sözdür üstəki. Bundan istifadə edirik. Analitika bölməsindən, analitika bağlı suallara baxırsınız ki, təhlillərin aparılması və s. Bunun üçün istifadə olunur. Analitika bölməsi, platform istifadə edərkən komanda məlumatlarına baxmaq, analitik bölməsindən istifadə olunur. Aktiv sayı, komanda insanlar sayı, qonaq, yazı, cavab və s. Müxtəlif məlumatlara baxa bilirik. Diaqramlar vizuallaşdırılmış formada baxa bilirik bu hissiyə. Sonra proqram axtar əlavə etdi.
Bax, kalendar botdan buradakı şəkildə necə düşürsə kalendar bot, bax, bu hissə var, bu hissə yoxdur imtahanda. Və bunu seçəndən sonra əlavə et sözü gəlir burada. Əlavə etmək, bax, pillədən çıxartmaq. Sancaqlanmış proqramı ləğv et. Bu sual var bir də. Elə bunun özü gəldi, kalendar botun. Bax, bu pəncərəsi gəlir. Orada qalışqa qoyulan yer aktivləşir və save sözünü basırsınız. Kalendar botla bağlı o formadadır. Bir də. Aha, istifadəçi. Aha, yardım hissədən düşən sual. Yardımda axırıncı baxılan sənədlərə What's New-dan baxırıq. Ən axırıncı əlavə olunmuş informasiyalara. Baxın, burada təqvimlərlə bağlı ay seçirik, gün rejimine çevir deyir. Təqvimin, mitingin adı, saat, tarix və schedule sözü mütləq basılır. Bu şəkildir. Sonra bu yoxdur. Baxın, bu pəncərə var. Əlavə et, mitingin adı, şəxslər əlavə et, tarix, təkrarlab təkrarlanmamaq, məlumatın əlavə edilməsi və bildirişin əlavə olunması. Bu işarələri yadınızda saxlayırsınız. Yəni, bu sualı yadınızda saxlayında işarələrdən keçid eləyə bilərsiniz. Burada da eyni şeylərdir, təkrar olaraq. Bax, görürsünüz, bildirişi açan kimi bu pəncərə açılır və bildiriş tarixini dəyişir. İmtahanda da bu pəncərə düşürdü sualda. Bax, bu hissənin sualı var idi. Əlavə mətni əlavə et deyə. Cancel sözündən sonra this event, all this event. İmtahanda sadece cancel basanla bu pəncərəni açır bizə. Yəni, qalanları açmır ki, siz çaşmayasınız. This event, ancaq bu görüşü bitirməkdir. All this isə bütün görüşü. Bütün hamısına aiddir. Sonra sil, paylaş sözü var. Və bu pəncərə var idi imtahanda. Seçirdiniz, şeyəni basırdınız. Başqa bir sualda isə var idi. Filan kəsə təyin olunmuş mesajı sil deyirdi. Şeye keçdiyimiz zaman sil işarəsinə basırdıq. Tapşırıqlarla bağlı task, tapşırığın əlavə olunması, tarixinin təyin olunması, iştirakçının adının təyin olunması. Burada, baxın müəllimlər, bu pəncərə ki var idi, bayaqlarını göstərdim, bunu axtarırdım ki, fərqli görünür. Deyir ki, bu sadece bizim görünüşünü seçə biləcəyimizdir də. Tapşırığın idarə edilməsi vasitələrin əksəriyyəti vizual görüşü təyin etməkdir. Vizual görüş tapşırıqların ümumi görünüşünü təmin etmək üçün bir yoldur. Yəni, Task by Planner to Do proqramında tapşırıqların aylıq cədvəl görünüşünü necə seçə biləcəyinizi göstərir. Aylıq cədvəl üzrə. Və burada biz schedule hissəsi var. Təyin et. Bax, oradan keçməklə, bax, görürsünüzmü burada? Bax, buradan seçməklə görə biləcəyik biz. Sualların biri buydu. Bunları dedik. Baxın, sizə görünən pəncərə. Bu pəncərə açılır ki, başlama tarixi, bitmə tarixi, progress, yəni vəziyyəti tamamlanıb, tamamlanmayıbdır. Progress irəliləyiş, yəni hansı vəziyyətdədir? Prioritetdə vaciblik dərəcəsini təyin eləmək üçündür. Mediumun içərisindən basıb importantı seçirik. Silmək üçün. Bax, 3 nöqtənin yanında delete düyməsindən istifadə edirik. Burada nə idi? Tapşırıqlar nöqtə kateqoriya daha əlavə etmək yeni.
Ee, Yeni qutu əlavə etmək, tapşırıqları qruplaşdırmaq, qutu əlavə etmək, board pəncərəsindən istifadə olunur. Buket bölməsindən istifadə edirik biz burada. Burada isə eyni tapşırığı fərqli bir şəxsə göndərmək üçündür. Bayaqki hissəni daha genişləndirilmiş formada veriblər burada. Tapşırığın vəziyyətini görmək üçün şedule bölməsindən keçid edib görə bilirik vizual vəziyyətini. Sonra bunları bayaq dedim. Proqramda fərqli-fərqli proqramlarda oxşar hissələr var. Onlar ümumi işarələri siz yadınızda saxlasanız, qalan şeylər yadınızda qalasıdır. Bax, imtahanda sizi çaşdıran suallardan biridir. Yuxarıdakı bu oxşar rəsmi paylaşırsınız və yuxarı aşağı oxu eləyəndən sonra burada nədə paylaşdı, onun adı yazılır. Brauzerdən paylaş, hansısa proqramdan paylaş. Nədə deyirsə, ada fikir verirsiniz, onu seçirsiniz. O düşən suallardan biri oydu. Bunları demişik. Silmək üçün bax, cancel-ı seçəndə bayaqki hissə this event, all this event təyin eləmək üçün istifadə edirik. Bu dərsə qoşulmaq üçün olan bölməmizdir. Səsi aç, bağla hissələri. Səsi açırsan, bağlayırsan, bir dəfə üstündən basıb, videonun üzərindən bir dəfə basırsan, açıb bağlanılır. Və idarə etməni başqasına vermək üçün give controldur. Sonra nə var? Biraz sürətli keçirəm mənimlə. Keçən dəfə dediyimiz şeylər də bunlar bizim. Webinarlarda isə bax bu pəncərə düşür. Webinar deyirsə, daxil olan webinara keçirik. Bunun içərisindən webinarı tapırıq. Webinar təyin et deyirsə, görüş təyin et. Schedule webinar tarixdir, saatdır, gündür olduğu kimi və schedule sözünü basırıq. Əgər təyin olunmuş və bu pəncərə var, təyin olunmuş webinarın kopyasını köçürt deyir. Sıra getsi bu. Bax, bu pəncərə düşür. Webinarı seçirsiniz, webinarlar bölməsini açan kimi copy invitation yazılır və copy attendance. Bu pəncərəni seçirsiniz. Sonra webinarı sil deyirsə, delete. Webinar bölməsinə girirsiniz, delete basırsınız. Webinarı başqasına yolla deyirsə, şeyəni basırsınız. Əgər rekorddan söhbət gedirsə, zapis olunmuşdan webinardan söhbət gedirsə, recording bölməsinə basırsınız. Funksiyaları əlavə et deyirsə iştirakçılara, funksiya ver deyirsə onu daxil edirsiniz. Baxın, chat bölməsində bayaq dediyim sualdır, söhbətləşmək. Pəncərəni sağa sola sürüşdürüb bu pəncərə görünəndən sonra buradan mesajı daxil edəcəksiniz orada. Sonra bax, iştirakçılarla bağlı düşən suallarda iştirakçıların adının dəyişmə funksiyasıdır və bir dənə bu hissə düşür suallarda. Rename sözünü yadınızda saxlayırsınız. İştirakçıların adını dəyişməyə icazə verir. Delete dedim. Delete seçəndə bu təkrar belə pəncərə açılır. Oradan silik start qoşulub başlamaq üçün startdan və join-dən başlayıb qoşulur. İştirakçılar haqqında sual var. Bax, iştirakçıların sualını seçirik. Bizə belə bir pəncərə açılır. Açılan pəncərədə burada 3 nöqtə var. Bayaq göstərdim, tək özüm müayinində göstərmək olmurdu. 3 nöqtəni basırıq və bu zaman bax, more sözü var orada. Onu açanda gəlir make co-host sözü. Make co-host sözünü basırıq imtahanda. Bu şəkilləri bir dənə diqqətlə yadınızda saxlayın. Sonra bunları demişik, buradan düşmür.
Aha, sual-cavab funksiyası. Bax, QA funksiyasıdır. Bu şəkil olduğu kimi düşün. Webinarda sual-cavab edə bilirik. QA-nı basırıq, sual-cavab edə bilirik. Mənim webinarlarım bölməsinə keçəndə webinarlara baxa bilirik. Tekrar eyni. Aha, share bölməsi, paylaş bölməsidir. Paylaşla deyil, hər kəsə açıq, public eləyirsiniz və copy sözünü basırsınız. Böyle bir sual var idi. Sonra bunlar tapşırıqlar hissəsidir. Tekrar, birgə iş. Baxın, fayl bölməsi. Fayl sözünü axtarıb tapırsınız. Komandanın adlarına diqqət yetiririk. Fayl bölməsinə, sözünə diqqət yetiririk. Yüklə deyirsə, download, qalışqa qoyub qabağındakı 3 nöqtəni seçib, download sözünü basırıq. Yüklə demirsə, yüklə sözünə keçid etmirik. Paylaşda paylaşmaq, kopyalamaqdır. Sonra buradan yoxdur. Aha, iştirakçıların deyil ki, redaktə etdiyinə baxın. Redaktə nə? Bax, bu formada da şəkil ola bilər. Söz kimi də ola bilər. Üstündə haşiyələnmiş və işarə görünə bilər. O redaktə odur. Sual-cavab conversation'dır. Kommentin bildirilməsi və söhbət. Bax, bu ikisindən də sual düşür. Biraz diqqətli olaq. O versiya tarixçəsinə bas. Fayl menüsü, info, version history. Bu sual var. Bayaq dediyim kimi comment və conversation hissəsidir. Proqramın daxil olması, bu da indi izah etdiyimdir. Miro proqramının daxil edilməsi. Bu proqramın sadəcə ardıcıllığıdır. Aşağıda burada gördüyünüz gibi yuxarı ox və şeyə sözü. 2 dənə sual bundan var. Sonra Miro haqqında. Bax, dediyim bax, pəncərələr bulardı. Aha. Burada yaradıcı Yammer. Yammer'də sizdə başqa formada göstərilir orada. Yəni, bax, mən göstərəndə yenilənmiş formasıdır proqramın. Ona görə burada isə sizə imtahanda bu formada düşür. Bax, create sözünü basarsınız. Ondan sonra adını daxil eləyəsiniz bura. Event bölməsindən. Yəni tapşırığın mövzunun adı, iştirakçıları, aşağıda private də durursa cavab, bunu public eləyirsiniz ki, hər kəsə açıq olsun və create group sözünü basırsınız. Bu bir. Sonra bax, dediyim kimi, buyur. Olar. Olar məndən, Məndən buyur. 181-ci səhifədən mənə sual düşmüşdü. Yəni, mən onu heç cür eləyə bilmədim. Bax, 181-ci səhifədə olan suallar, yəni məndə var idi. Dəqiq gözümün qabağındadır ki, bu dəqiqə həmin suallar məndə var idi. 181-də Miro sualıdır da müəllimə. Bax, bunlar düşmüşdü mənə. Bəli, var idi. O zaman buradakı aşağıdan yuxarıya doğru ox işarəsini seçirsiniz. Orada açılan pəncərədən baxım görün, pəncərənin açılan şəklini qoymayıblar da burada. Bax, mən göstərdim amma sizə açılan pəncərədən daxil edirsiniz. Sizə nəyi deyirsə, hansı hissəni daxil et deyirsə, onu daxil edərsiniz siz bu yerdə. Bundan düşür, düzdür. Bir də burada dedim də share hissəsi. Bax, bu hissədən share'ni seçirsiniz. İştirakçının adını, can edit'i, can view edirsiniz. Copy invite'ı basırsınız. Bu sual düşür. Bax, create dedim. Sonra bizə nə düşür buradan? Aha, paylaş. Webinarda paylaş deyir. İştirakçının söhbətini paylaş deyəndə, bax, seçirsiniz share sözünü, mətni daxil edib paylaşırsınız. Geri cavab verdiysə reply sözünü, reply yazılır. Reply sözünü seçməklə biz bunu daxil eləyəcəyik
Bir də bax, bu bayaq dediyim hissə buydu. Deyək ki, iştirakçıya faylı göndər. Yuxarıya doğru ox işarəsi var. Bax, ox işarəsini basırsınız. Açılan pəncərədən faylı göndərirsiniz. O hissədir. Göndər deyirsə, yuxarıya doğru oxa baxırsınız. Ay, bu heç Instagram, bu təhlükəsizlik qaydalarıdır. Çox. Mənlə. Burada yekunlaşır bizim orada düşən suallarımız olan hissəsi. Çox getdim deyəsən. Çox getmişəm. Nəsə, sevənlər. Baxın, bu formada bizdə suallar düşür və sualların üzərindən təkrar vəsaitə baxın. PDF-lər durur hamınızda. Bir dənə o PDF-lərə diqqətlə baxın ki, şəkillər yadınızda qalsın. Mütləq orada şəkillər var. Şəkillər yadda qalsın. Ona baxdıqca yadınıza düşəsidir şəkillər sizin. Belə müəllimlər, sualınız varmı mənə? Sualınız yoxdursa, mən bir dənə zapisi durdurum. Müəllimə, onu qoyacaqsınız, baxa biləcəyik buna da biz. Bəli, qoyacağım müəllimə, baxacağıq. Allah qoysa. Bəli, çox sağ ol. Sistem yüklənsin müəllimə. Sistemə yüklənən kimi YouTube-a yükləyib, indi stop verdim, sistem yüklənsin. Sistemə, proqram içərisinə. Orada yüklənəndən sonra YouTube-a yükləyib yerləşdirəcəm.